Niyə rusca danışanda siz məhz bu hallarda səhvlər edirsiniz? Diqqətlə dinləyin və bir kağız və qələm də alın yanınıza. Mən çantanı stolun üstünə qoydum. Çanta stolun üstündədir. Bunu tərcümə edin rus dilinə, yazın. Я положила сумку на стол. Sumka лежит на stole. Birinci variantda stol, ikinci cümlədə na stole. Səhv harda olur? Yəqin ki, bəziləriniz bu səhvi etdiniz. Я положила sumku на stole. Yəni, yer, məkan görəndə siz avtomatik olaraq o sözün axırına ye qoyursunuz. Bəli, məkan adı çəkiləndə bu предложный 6-cı падежdir və çox sözlərin axırına ye qoyulur. Врач в кабинете, ученики в классе, кресло в комнате. Amma bu yer bildirən söz harda sualına cavab verməlidir. Где və dediyimiz bu insandır, əşyadır, canlıdır. O məkandadırsa və sual где, harda bu sual verilirsə, bəli, onda bu 6-cı падежdir və sözün sonuna əksər hallarda ye qoyuruq. Sumka на stole, духи на тумбочке, врач в кабинете, ученики в классе. Но если мы говорим, я положила sumku на stol, burada artıq stol sözü istiqamətin varış nöqtəsidir. Yəni, hərəkətin istiqamətləndirildiyi bir yerdir. Я положила куда? Mən qoyuram hara? Masanın üstünə. Я кладу сумку на стол. Мы едем на дачу. Врач идет в кабинет. Ученики заходят в класс. İndi gəlin biraz məşq eləyək, test məşq eləyək. Mən otaqdayam. Mən otağa girirəm. Я в комнате. Я захожу в комнату. Kitab masanın üstündədir. Kitabı masanın üstünə qoyuram. Книга на столе. Я кладу книгу на стол. Onlar bağdadır. Onlar sabah bağa gedirlər. Они на даче. Завтра они едут на дачу. Bax, belə asan.